Salam arvadınız dəyərli tələbələr. Bugün sizinlə birlikdə deməli 12 iyulda keçirilən deməli imtahanda 1-ci və 4-cü qrup üçün düşən ikinci şans imtahandakı ən maraqlı sual tiplərindən birinə nəzər yetirəcəyik. Bəlkə də mən deyərdim imtahanın ən maraqlı suallarından biridir. Aerohidrostatika və aerodinamika mövzusuna aiddir. Yəni Arximed deməli qanunlarına vaxt itirmədən sualımıza keçək. Deyək ki, deməli bərk cismin vakuumda çəkisi 2.8 Newtondur, suya batmış halda çəkisi 2.4 Newtondur. Cismin sıxlığını hesablayın. Əslində deməli bu sualda dünya görüşü cəhətdən təqribi 2, hətta belə deyim də daha da geniş fikirləşsək 3 izah yolu var, amma imtahanda deməli limitli vaxt şəraitində bu sualı necə hesablaya bilərdiniz? İlk öncəliklə biz nəzəriyyədən də bilirik ki, F Arximed deməli bərabərdir həm cismin vakuumdakı çəkisinə, həm də suda batmış haldakı çəkisinin fərqinə bərabərdir. Yəni deməli P vakuum çıxılsın P maye bərabərdir. P vakuumu verib 2.8, P mayəni verib 2.4. O deyilir 0.4 Newton. Yəni F Arximedimiz oldu 0.4 Newton. Aha. İndi burada deməli cismin sıxlığını verdiyinə görə biz burada mayeyə fokus olmuruq. Burada sadəcə cismə deməli nəzər yetirəcəyik. Cismin deməli Arximed qüvvəsi, cismin sıxlığı, cismin həcmi, cismin kütləsi. İndi biz Arximeddən nəyi bilirik? Arximeddən bilirik ki, F Arximed bərabərdir rho maye J. Buradan deməli cisimdən söz getdiyi üçün V cisim yazacağıq. Və bu hissədən deməli rho maye var. Deməli buradan F Arximedi zaten tapdıq və J-ni də tapdıq. Burada nə qalır? Sadəcə V cisim qalır. O zaman V cisim üçün deməli yaza bilərik F Arximed bölünsün rho maye vurulsun J. O da bərabərdir. F Arximedi tapdıq 0.4, rho maye 1000-dir, J-ni də 10 verib. Deməli o deyilir. Deməli bu 4 vurursun 10 üstü -5 metr kubu. Aha. İndi cismin həcmini tapdıq. İndi fikir verirsə deməli buradan Arximedi tapdıq. Arximedi tapdıqdan sonra cismin deməli həcmini tapdıq və burada cismin sıxlığını istəyir. Cisim üçün sıxlıq düsturu nə idi? Rho deməli cisim bərabərdir M cisim bölünsün V cisim. Fikir verirsə bu hissədə deməli rho cisim var, V cisim var. Yəni hər ikisinin həm sıxlığı, həm həcmi var. Nəyi yoxdur burada? Kütləsi yoxdur. Ona görə də biz bu hissədə kütlə halında nəyə baxacağıq? İlk öncə onu deyim. Suya batmış haldakı deməli çəkisinə mi baxacağıq, yoxsa vakuumdakı halda mı deməli çəkisinə baxacağıq? İlk öncəliklə Arximed qüvvəsinə deməli hər ikisi təsir edir. Amma ki bir şey də unutmayın ki, cismin vakuumdakı çəkisi daha böyükdür. Yəni cismin belə deyim də J ilə qarşılıqlı təsir zamanı aldığı çəki daha böyük olduğu üçün biz burada deməli yaza bilərik ki, deməli bu hissədən yazam P deməli P vakuum bərabərdir deməli M J-yə və buradan deməli M üçün yaza bilərik ki, deməli P vakuum bölünsün J-yə, o da bərabərdir. Vakuumdakı çəki nə qədərdir? 2.8, J nə qədərdir? 10. O deyilir 0,28 deməli kiloqram. İndi cismin sıxlığını istəyir. Hər şeyi tapdıq artıq. Yəni kütləni də tapdıqdan sonra deməli buradan rho bərabərdir. Deməli M cisim bölünsün V cisim. Bu hissədən də deməli M cismi verib 0,28 tapdıq. V cismə də nə tapdıq? Deməli bu 4 vursun 10 üstü -5. O deyilir deməli 2 bundan bu iqtisad geçsə 0,2 7000 deməli kiloqram bölünsün metrin kubu. Bu ilk həll üsuludur. İkinci həll üsulunda deməli bunu əslində sırf bu hal üçün çox maraqlı bir nəzəri hissə var. O nəzəri hissəyə indi diqqət yetirəcəyik.